Xoş gördük əziz dinləyicilər. Ramiz Mehdiyev məsələsindən sonra bilirsiniz ki, böyük bir ajotaj oldu və Türkiyədə olan bir məsələyə bənzədi. Bu Rusiya işləyənlərin siyasi kanalının mərkəzini heç kim tuta bilmədi. Ramiz Mehdiyevi dedilər ki, ev dustaq eləyəcəklər, amma aydın oldu ki, bunun axı bu boyda əməliyyatı keçirdən, dövlət çevrilişinə cəhd eləyən bir qrupun axı adamları da olmalıdır, amma indiyənə qədər heç bir insan suçlanmayıb, heç bir insan tutulmayıb. Halbuki bəllidir, hətta mən belə tanıyıram ki, o 5-ci kolonun üzvləri kimdir. Amma bu günlərdə yenidən Ramiz Mehdiyev haqqında bir məktub tapılıb. Ya valla deyə bilmirik ki, bu məktub xəstəmi yazıb, doğrudan bunu bolşevik ruhlu bir insan mı yazıb, yoxsa Məhəmməd Əmin Rəsulzadənin canişini mi bunu yazıb, tuta bilmirik. Çünki iddia olunan bu Putinə yazılan məktubda 50 nəfərlik şuranın yaradılması, Azərbaycanın demokratik şəraitdə idarə olunması, Azərbaycana ölkədə tanınan ictimai böyük fəalların hökuməti idarə etməsi, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin qurulmasından danışır və bu tövsiyədən danışır. İndi bu məktub nə qədər ona məxsusdur, nə qədər ona məxsus deyil, amma mən onu bilirəm ki, Ramiz Mehdiyev 5-ci kolonun başıdır və Ramiz Mehdiyev bolşevik təfəkkürlü bir insandır. Yəqin nəsə bir şey baş verməlidir ki, bunun müraciətini etsin və bunun içindən bir elçibəyçi bir şüar çıxsın, bunun içindən bir necə deyirlər, Məhəmməd Əmin Rəsulzadə düşüncəsi çıxsın ki, və ortaya çıxsın və desin ki, yox, qardaş, gəlin biz demokratiyaya keçək, gəlin biz nəyəsə keçək. Yəqin ki, Ramiz müəllim də hiss eləyib ki, faciəvi də vəziyyət. Amma mən düşünmürəm, çünki bu bolşevik bunu eləyə bilər. İndi biraz da Azərbaycan üçün çox maraqlı məsələlər ortaya çıxır ki, deməli Ramiz Mehdiyev də demokratik olub. Bu son vaxtlar Fəzail Ağamalı da çox demokratik bir şəraitdə bir konferans keçirdi. Gah oğlu ilə dav elədi, gah qızı ilə dav elədi. Bilmirəm, bu köhnə bolşeviklərin içindən bir demokratiya mı doğur? Bunu deyə bilmərəm, amma onu deyə bilərəm ki, nəyin bahasına olursa olsun, gec-tez demokratiyaya dönməli, nəyin bahasına olursa olsun, gec-tez islahat etməli. Çünki islahatsız, demokratiyasız Azərbaycanın bu vəziyyətdə yaşamasının heç bir imkanı yoxdur. Bu tiyaqası qırılmış maşın kimi üzü aşağıya doğru gedirik. İqtisadiyyat bərbaddır, Azərbaycan xalqının sosial vəziyyəti bərbaddır. Bunu istəyir Ramiz desin, istəyir Fəzail Ağamalı qızı ilə dav eləsin. Bu həqiqətdir. Bu həqiqətdir ki, bu günləri həqiqətən Azərbaycan xalqının vəziyyəti çox ağırdır və islahatlar vacibdir. Təşəkkürüm diqqətinizə görə.